Filan şey ağanın zuhurunun əlamətdir, filan şey zuhuruna. Bu qədər əlamət axtarmaqdansa özümüzü islah eləmək ondan 1000 dəfə yaxşı. Bəli. Lap Ən yaxşı əlamət elə budur. Bəli, lap elə əlamət budur. Hə, məsələn, bir günləri günəş batdı, gün ortan vaxtı çıxdı, fərz eləyək bu zuhurun əlamətidir. Lap 100% əlamətidir. Yaxşı. İndi nə vaxt? Bəlkə sabah olacaq, sən nə etmisən? Ha, bu qədər ki, əlamət axtarında sənin əvvəl lazımdır. Bu yaxınlaşıb, uzaqlaşıb. Bəlkə gec olsa sən hazırlaşmamalısan. Bəli. Bəlkə sən dərk eləməyəcəksən o dövrü. Kafir gedəcəksən. Yəni bu qədər əlamət axtarmaqdansa bunun əslində bizim əqidəmiz var. İntizarın fərəzi ibadətin əqidəmiz var. Yaxşı. Ondan sonra bu şeylərin hamısını ki biz bilirik, mövzu özümüzü hazırlamaqdır. Özümüzü hazırlamaqdır. Gələndə onun dəstəsində olmaqdır. Və gələndə hədis ki var ha, Yəhsubul müminin kürəyini söykəyəcək Kəbəyə, ondan sonra onun məmurları da işləyəcəklər, fəaliyyət göstərəcəklər. Yəhsub ana arıya deyirlər də. Onun deyir, dayanır, onun məmurları işləyir. O acı çiçəkləri gətirən arıları vurub öldürürlər ya dala qaytarırlar. Və odur ha, ona görə Yəhsubul müminin deyir. Yəni onun məmurları qoymayacaq yaxınlaşmağa. Yaxşı, o kiçik qiyamətdir. Deyir, yevmə la yənfə'u malu vəl bənun illə mə ətəllə bir qəlbin səlim demir. Qiyamətin günə var, nə dövlət fayda verməyəcək, nə övlad. Kim qəlbi səlimlə gəlsə o fayda verəcək. Burada da elədir. Ağanın zuhurunu gözləyirik hamımız. Onun yanında olmaq istəyirik. Ondan sonra onun dəstəsində olmaq istəyirik. Əlamətlərini axtarırıq. Mən o əlamətləri axtara namaz qəzaya gedir. İstəyirik tez gəlsin. İstəyirik laf elə biz buradan durmamış gəlsin. Yaxşı. Bunu arzulamaq da, dua eləmək də, onun xüsusi zikirləri var, o da, bunların hamısı var. Amma biz əsas mövzu odur ki, nədir? Özümüzü islah edək. Allah iman gətirib salih əməl eləyənlərə deyir, ənələrdə yərsuha ibadiyyət salihundan danışır.